Səfər bəy, Azərbaycanın zəfər tarixi, Vətən müharibəsindən biraz danışaq. Nə vaxt başlayıb Vətən müharibəsi? Vətən müharibəsi 2020-ci il sentyabr ayının 27-sində başladı. Bəli, bu müharibəyə əməliyyat olaraq hansı əməliyyat adı verilib? Deməli bu dəmir yumruq əməliyyatı verilmişdir. Vətən müharibəsinin ilk günündəcə Azərbaycan ordusunun geri qaytardığı ərazilər hansı ərazilər oldu? Füzuli rayonunun Qaraxanbaylı idi, Qərvəndi, Kənd Horadiz idi, Yuxarı Əbdürrəhmanlı, Bəli. Cəbrayıl rayonunun isə Böyük Mərzanlı və Nüzgar kəndləri. Bir də strateji əhəmiyyətli Murovdağ yüksəklik düşmənin və Ağdərə rayonunun strateji yüksəklikləri geri qaytarıldı. Azərbaycan ordusu Vətən müharibəsində Suqovuşanı nə vaxt geri qaytardı? Deməli oktyabrın 3-ü 2020-ci il oktyabrın 3-ündə Bəli, Suqovuşanın geri qaytarılmasının əhəmiyyəti nə oldu Azərbaycan ordusu? Ağdərə və Ağdam rayonlarının birləşdirən təminat yollarına nəzarət ordumuzun əlinə keçdi. Vətən müharibəsində geri qaytarılmış ilk rayon mərkəzi haraydı? Oktyabrın 4-ündə Cəbrayıl rayonu idi. Bəli. Azərbaycan ordusu müharibənin ilk günlərindən əsas hücum fikrini vermişdi Hadrut qəsəbəsinə. Bəli. Hadrut düşməndən nə vaxt təmizləndi? 9 oktyabrda. Hadrutun təmizlənməsinin nəticəsi nə oldu Azərbaycan üçün? Nəticəsi Şuşaya, deməli yol açıldı. Bir də erməniləri psixoloji cəhətdən Azərbaycan ordusu sarsıtdı. Bəli. Azərbaycan ordusunun Füzuli rayonunun geri qaytarılmasına vaxt idi. Oktyabrın 17-sində Füzuli rayonu geri qaytarıldı. Füzulinin geri qaytarılmasına Zəngilən və Quballıya yol açıldı. Bəli, Azərbaycanın müstəqilliyimizin bərpası günündə ordumuz harda zəfər bayrağımızı dalğalandırdı? Xudafərin tarixi körpümüz olan, yəni 1027-ci ildə inşa olunmuş Xudafərin körpüsündə. Bəli. Azərbaycan ordusu 18 Qələbə bayrağını qaldırdı. Bəli. Azərbaycan ordusunun Zəngilan rayonunu düşmənin təmizləməsinə vaxt idi. 20 oktyabrda Zəngilan rayonu təmizləmişdi. Qubadlı rayonunun düşmənin təmizlənməsinə vaxt idi. 24-dən 25-nə keçən gecə. 25 oktyabrda. Azərbaycan ordusu İran sərhədinə vaxt tamamilə öz nəzarətimizə keçirdi. 22 oktyabr Zəngilanın Ağbənd qəsəbəsinin azad edilməsi ilə İran-Azərbaycan sərhədi tamamilə bərpa olundu. Bəli. Azərbaycan ordusunun Şuşa ətrafındakı əhəmiyyətli ərazi olan Daşaltı kəndinin geri qaytarılmasına vaxt idi. Noyabrın 5-də. Noyabrun 5-də tamamilə doğrudur. Şuşanın Şuşaya daxil olmağımız və Şuşanın geri qaytarılması nə vaxt idi? 8 noyabr. Bəli. 7 noyabrda geri qaytarılır, 8 noyabr tam nəzarət əllərə keçirir. Şuşadan sonra, Şuşanın geri qaytarılmasından bir gün sonra Azərbaycan ordusunun uğurları nə oldu bəs? 9 noyabrda. 9 noyabrda deməli 71 kənd, bir qəsəbə, bir neçə deməli strateji yüksəkliklər düşməndən təmizləndi. Beləliklə Azərbaycan ordusunun geri qaytardığı yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Və sonradan da düşmən artıq təslim olmağa məcbur oldu. Nə vaxt? 10 noyabrda bəyannamə imzalandı. Üç tərəfli bəyannamə Rusiya, Azərbaycan və Ermənistan. Üç tərəfli bəyanatdan sonra, müharibə bitəndən sonra ermənilər hansı Azərbaycan ərazilərini təhvil verdilər? Deməli 3 rayonumuz idi. Bu 20 noyabrda Ağdam rayonu idi, 25 noyabrda Kəlbəcər idi. 1 dekabrda isə Laçın rayonu geri qaytarıldı. Əslində bəyanatda Kəlbəcərin 15 noyabrda geri qaytarılması deyilirdi, amma Azərbaycan 10 gün onlara vaxt verdi. Halbuki 93-cü ildə onlar Azərbaycan 10 saat vaxt vermişdi.